Əslində onun nə Azərbaycanla, nə də bir nəfər olsun belə Azərbaycanlı ilə heç bir əlaqəsi olmayıb. Sadəcə o bir Sovet vətəndaşı olaraq Mixail Qorbaçovu günahsız insanları qırğına verməsini qəbul edə bilməyib. Məhz elə bu səbəbdən Aleksandr Şimanov Qorbaçovu fiziki cəhətdən məhv etməyə qərarlaşdırıb. Yəqin ki, 1990-cı il noyabrın 7-sində Şimanov Qorbaçova qarşı sui-qəsd cəhdi baş tutsaydı, SSR-nin taleyi də başqa səmtə yönələcəkdi. Bəs Qorbaçovun həyatına son qoymaqla tarixi öz axarından çıxarmaq istəyən Aleksandr Şimanov kim olub? 1952-ci ildə Leninqradda anadan olan Şimanov ordu sıralarından təxris olduqdan sonra Leninqrad vilayətinin tabeliyindəki Koypino şəhərində zavodlardan birində işləyib. 1980-ci ilin ikinci yarısında Şimanov Rusiya Sosial Demokrat Partiyasının sıralarına daxil olub. Elə həmin dövrdən də Qorbaçov siyasətinə qarşı tənqidi fikirləri ilə təbliğat aparıb. Artıq 1990-cı ilin əvvəllərindən o, gizli şəkildə Qorbaçovun məhv edilməsinin labüd olduğu ilə bağlı vərəqələrin paylanmasına nail olub. Nəhayət siyasi mübarizəsinin sonuncu addımı kimi ölkənin birinci şəxsini öldürməyə qərar verib. Şimanov sui-qəsdi reallaşdırmaq üçün həmin dövrdə SSR-də çətin tapılan Alman istehsalı olan qoşalüləli tüfəng alıb. O bu silahın alınmasına 900 rubl xərcləyib. Silahla rahat hərəkət etmək üçün Şimanov tüfəngi lüləsini kəsərək onu qısaldıb. Sui-qəsd həyata keçirmək üçün ən münasib vaxtın noyabrın 7-sində Qırmızı meydanda keçirilən nümayiş olduğunu müəyyənləşdirən Şimanov öz xarici görünüşünü dəyişmək haqqında da düşünüb. O bu məqsədlə parik və süni bığ əldə edib. Noyabrın 5-də Aleksandr Şimanov Moskvaya gəlib. Noyabrın 7-sində səhər hazır vəziyyətdə nümayiş iştirakçıları arasında özünə mövqe seçib. Saat 11:09-da Şimanov nümayişçilərlə birlikdə başda Qorbaçov olmaqla SSR rəhbərliyinin dayandığı Mavzoley tribunasına yaxınlaşıb. Tribunaya 45-50 metr qalmış o silahını çıxararaq atəş açıb. Ancaq elə həmin andaca milis serjantı Milnikov cəld hərəkəti ilə silahın səmtini dəyişə bilib. Açılan atəşdən biri havaya uçub, digəri isə Univermaq binasının divarına dəyib. Ekspertlərin verdikləri rəyə görə bu sui-qəsdə cəhdlə Qorbaçovun öldürülməsi mümkünsüz sayılıb. Çünki Qorbaçov altdan zirehli geyim olub. Digər tərəfdən isə silahın lülələri həddindən artıq çox kəsilib. Şimanov törətdiyi hadisədən əvvəl kiçik bir yazı qoyub. Əgər bu hadisə zamanı ölərəmsə, əvvəlcədən məlumat üçün bildirirəm ki, mən SSR prezidenti Mixail Qorbaçovu öldürmək istəyirdim. Şimanov sonraki ifadələrində qeyd edib ki, Qorbaçovu öldürməyə nail olsaydı, elə həmin andaca ikinci hədəf SSR Ali Sovetinin sədri Anatoliy Lukyanov olacaqdı. Qorbaçova qarşı hansı səbəbdən sui-qəsd törətmək istədiyi ilə bağlı sualı isə Şimanov belə cavab verib. Mən Qorbaçovun SSR-də yaratdığı totalitar rejimə qarşı mübarizə aparırdım. 1989-cu ilin aprelin 9-da Tbilisidə, 1990-cı il yanvarın 20-sində Bakıda törədilmiş qırğınlar zamanı günahsız insanların ölümü məni bu addım atmağa vadar etdi. Bütün bu hadisələrin günahkarı məhz Qorbaçovdur. Buna görə də mən Qorbaçovu fiziki cəhətdən məhv etmək istəyirdim. Törətdiyim əmələ görə isə heç bir peşmançılıq hissi keçirmirəm. Həbs olunan Aleksandr Şimanov bir ilə yaxın həbsxanada qaldıqdan sonra onu ruhi xəstə kimi psixiatriya xəstəxanasına göndəriblər. Bu Qorbaçovun təşəbbüsü ilə edilib. Belə ki, Qorbaçov Şimanovu xəstəxanaya göndərməklə onun ruhi xəstə olduğunu və ona qarşı sağlam düşüncəli insanın sui-qəsd edəcəyinin imkansız olduğunu bildirmək istəyib. Ömrünün 4 ilini xəstəxanada keçirdikdən sonra Şimanov xəstəxanadan buraxılıb. Aleksandr Şimanov azadlığa çıxdıqdan sonra çilingər işləyib. Daha sonra şəxsi təmir tikinti şirkəti yaradıb. Bir neçə ildən sonra isə yenidən ictimai fəaliyyətə başlayıb. Qeyd edək ki, 1990-cı il noyabrın 7-sində Mixail Qorbaçova qarşı sui-qəsd cəhdi ilə bağlı ictimaiyyətə geniş məlumat verilməyib. Elə həmin günün axşamı Vremya xəbər proqramında qısa bir informasiya səsləndirilib. Bayram nümayişi zamanı Qırmızı meydanın Univermaq ərazisində atəş səsləri eşidilib. SSR Dövlət Təhlükəsizlik Komitəsinin mətbuat xidmətinin məlumatına görə ov tüfəngindən havaya 2 dəfə atəş açılıb. Zərər çəkən olmayıb. Halbuki bu hadisənin qurbanı SSR-nin ilk və son prezidenti, Bakı qırğınının müəllifi Mixail Qorbaçov olmalı idi.